Her vaxtınız xeyir olsun. Değerli müşterilerim, güzel izleyicilerim, hoş gördük herkesi. Valla burada adam qocalmaz. Sizlerin hamınızı Bilge'den salamlayıram. 10 sotun içinde möhtəşəm bir ev tapmışam sizlere. Kameramız gelsin bir tane bunun. Bak, bu lift tarafını gösterək. Liftdən də qalxmaq mümkündür. Evin içindən də qalxmaq mümkündür. Kənddən motosiklet gedir. Lapa köynə motosikletlərdəndir. Meşəliyinə baxın bir dənə bunun. Sözün əsl mənasında meşəlikdir. Bu bağı 5 ilə ərsəyə gətiriblər. Dəniz görüntüsü, dəniz mənzərəsi. Dəyərli izləyicilərim, gördüyünüz kimi terasda bir dənə də hovuz inşa ediblər. 5 metr uzunluğunda, 5 metr enində möhtəşəm mənzərə. Hava da qəşəngdir maşallah. Gəldik həyətimizə. Gəlin indi sizlərə bu meşəlikdə biraz bir damcı bir tur eləyək. Bir dənə bunun gözəlliyinə baxın. Həyət böyükdür. Yəni yaşıllıqdır, çox yaşıllığı var. Amma necə səliqəli baxıblar. Suvarma sistemi var. Burada bir dənə yayda xırda bir dənə stol qoyub əyləşmək olar. Mükəmməldir də, mükəmməl. Bunu gəlib öz gözünüzlə görməlisiniz. Bilgədə yenidən qeyd edeyim, 10 sotun içində yerləşən 350 kvadratlıq bu möhtəşəm villa tam monolitdir, təmirlidir, tam mebelli, 1 milyon 350 min manata satışa çıxır. Burada yenidən qaydırıq. Evin qarşısında bir dənə veranda. Gəl indi gedək, o lift tərəfini də göstərək. YouTube izləyicilərimiz üçün biraz maraqlı olsun, ətraflı. Bayaq biz buradan qalxmışdıq yuxarı. Burada lifti. Həm evin daxilindən, həm də evin bayır tərəfindən belə liftdən də istifadə edə bilərsiniz. Daxilindən də getmək olur. Buradan mətbəxdən də bayıra çıxışı var. Bu evin sizə boiler sistemini də göstərmək istəyirəm. Burada pişiklərin yuvası. Hava o qədər isti oldu ki, qutqamı çıxartdım. Allah hər birinizə belə gözəl evlərdə yaşamağı nəsib eləsin. Bugün yenə də mən təəccübləndim. Buranı da sizlərə göstərim. Görürsünüz, hər bir şey var bu evdə. Filtr sistemindən tutun, stabilizatoru, boiler sistemi, 3 dənə kombisi. Maşallah olmayan bir şey yoxdur. Gedək indi evin içi ilə tanış olaq. Daxilini də sizlərə göstərim. Gəldiyi evin yenidən qarşısına gəlmək səbəbim bu gördüyünüz sizə 60 tonluq su anbarıdır. Onu da yadımdan çıxmışdı, qeyd eləməmişdim. Gəlin getdiyində evin içinə. Daxilini də göstərim sizlərə. Daxil olduq evimizə. Gözəl bir zalı var. Mən təəccübləndim. Qəşəng dizayn olunub. Ev tam əşyalı satılır. Bunu da qeyd edeyim sizlərə. Bəzi şəxsi əşyalar çıxardılacaq, qalan hər şey qalacaq. Burada da qəşəng dizayn olunmuş bir mətbəx və mətbəxdən bayır tərəfə bir qapı var. O da həmən qapıdır ki, lift tərəfə çıxır, liftin yanına. Yəni buradan pişirdiniz, qaldırdınız yuxarıda, yediniz. Əhla. Birinci mərtəbədə bir dənə iş otağı. Gözəl dizayn olunub. Bu arada ev tam əşyalı satılır. Bilmirəm, bayaq demişdim ya yox. Burada evin çamaşırxanası, yanında evin ümumi sanitar qovşağı. Gəldi ikinci mərtəbəyə. Ümumi sanitar qovşağını görürsünüz. 10 kvadratlıq geniş bir sanitar qovşağı. Yanında bir yataq otağı. Özünün dolabı, rəng tonları mükəmməl seçilib, əla. İş aksesuardır bu. Burada gəlirik valideyn otağı dediyimiz otaq, qardırob otağı. Burada da bir balkonu var.
Geniş 35 kvadratlıq bir otaq və buradan da balkona çıxmaq olur. Bir də holdan çıxmaq olur. Gəl bu hamam otağını da göstərim. Maşallah. Əla. Gəlin gedək bir otağı da göstərək. Burada da sonuncu yataq otağı. Gözəldir, renk tonları mükəmməldir. Bilmirəm videoda nə qədər düşür. Allah hər birimizə belə evlərdə yaşamağı nəsib eləsin. Buranın dövlət suyu var. Bilənlər bilir, Bilgədə dövlət suyu az yerlərdə var, az bağlarda var. Amma əminəm bu bağda var. 10 sotun içində 350 kvadratlıq bu ev 1 milyon 350 min manata satışa çıxdı. Tam əşyalı, bəli, tam əşyalı satışa çıxdı. Allah hər birimizə xeyir versin. Uzun ömür, can sağlığı hər kəsə. Görüşmək ümidi ilə yeni videolarda görüşərik. Hələlik.